Hər cümə axşamı şəhərimizdəki bir ailə qapılarını bütün əcnəbi tələbələrin üzünə açırdı. Bəzən bir insan tanıyırsan, bütün dünya gözəlləşir. Amerika Birləşmiş Ştatlarında yaşadığım illərdən heç vaxt unutmayacağım bir xatirə var. Düzünü desəm, əvvəlcə tərəddüd edirdim. Bir evdə bu qədər fərqli insan olar, xaos olar deyə düşünürdüm. Amma ora gedəndə gördüklərim məni heyran etdi. Təxminən 60 tələbə, ləzzətli yeməklər və səmimi söhbətlər. Ev sahibi olan xanım, Amy, həyat yoldaşı və övladları ilə birlikdə bizə sadəcə yemək deyil, əsl ailə mühiti bəxş edirdi. Biz orada ad günlərimizi, bayramlarımızı qeyd edirdik. O deyirdi ki, biz dünyanı gəzəndə hər kəs bizə qarşı çox mehriban olub. İndi isə növbə bizdədir. Ən yaxın dostlarımı məhz o cümə axşamlarında tapdım. İndi Almaniyaya qayıtmışam və ən çox darıxdığım şey budur, paylaşmaq mədəniyyəti. Amerikanlarda belə bir söz var, caring is sharing, yəni paylaşmaq qayğısına qalmaq deməkdir. Ən sarsıdıcı olan isə o idi ki, bu nəcib qadın Amy xərçəklə mübarizə aparırmış və heç birimiz bunu bilmirdik. O bu dünyadan sakitcə köçdü, amma arxasında sönməyən bir işıq qoydu. Bugün həyat yoldaşı onun vəsiyyətini yaşadır. Hər cümə o ocaq yenə yanır, o süfrə yenə açılır. Çünki bəzi insanlar ölsə də, yaratdıqları sevgi heç vaxt bitmir.